Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda Toplu 2025 9 illik Azərbaycan dili vəsaitində olan zərf bölməsinin izahlarını sizlər üçün paylaşacağam. Bu videodan əvvəl morfologiya bəhsində olan isim, sifət, say, əvəzlik, təsriflənən feillər və təsriflənməyən feillərin bir-bir bütün sualların izahlarını paylaşmışam. 9 illik test toplusundan söhbət gedir. Bu videomuzda da zərf mövzusu haqqında danışacağıq. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan videolardan faydalana bilərsiniz. Qeyd edeyim ki, bizim Nərimanov metrosunun düz çıxışında şagirdlər üçün əyani dərslərimiz təşkil olunur. İstənilən sinifdən olan şagirdlər, yəni 8, 9, 10, 11 həm buraxılış, həm də blok üçün hazırlaşmaq istəyənlər əyani dərslər üçün müraciət edə bilər. Müraciət üçün 055 418 82 02 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. 1. Zərfin feili bağlamaya aid olduğu nümunə hansıdır? Zərfin feili bağlamaya yuxarı, qalxdıqca. Yuxarı sözü zərfdir, qalxdıqca dıqca ilə əmələ gəlmiş feili bağlamadır. Elə A variantı uyğundur. Cəsarətlə danışan. Cəsarətlə zərfdir, danışan feili sifətdir. Uyğun deyil. Torpağı sevdikcə. Torpaq isimdir, sevdikcə feili bağlama. Burada zərf yoxdur. Məktəbdən gələrkən. Məktəb isimdir, gələrkən feili bağlama. Burada yenə zərf yoxdur. Aşağı boylanan. Aşağı zərfdir, boylanan feili sifətdir. Burada feili bağlama yoxdur. Cavab A variantı. Bayaq Rüstəm kişi Şirzada çəpəki baxmışdı cümləsində. Zərfin məna növlərini müəyyən edin. Burada bayaq, nə vaxt, nə zaman, zaman zərfi var. Bir də çəpəki, nə tərzdə? Tərz hərəkət zərfi var. Zaman və tərz. Doğru cavab Y variantı. Axşam o məlumatı diqqətlə oxudu. Axşam nə vaxt, nə zaman, zaman zərfi var. Diqqətlə nə tərzdə? Yenə zaman və tərzi hərəkət zərfi. Cavab Y variantı. Cümlələrin birində zərf işlənməmişdir. Şirin həyəcanla onun üzünə baxdı. Necə, nə cür həyəcanla zərfdir? Qara buludlar göy üzündə çaxnaşırdı. Burada zərf yoxdur. Qara, sifət, bulud, isim, göy, isim, üz, isim, çaxnaşmaq, feil. Uşaq təzəcə dil açmışdı. Təzəcə zərfdir. Əhməd onu çəpəki süzdü. Çəpəki zərfdir. Kəmal bir qədər ayaq saxladı. Sonra yoluna davam etdi. Nə vaxt, nə zaman? Sonra. Zaman zərfidir. Demək, doğru cavabımız burada oldu. B variantı. Biri zərf deyil. Qəfildən qışqırmaq zərfdir. Bərkdən danışmaq zərfdir. Bilmədən çığırmaq. Bilmədəndəki madan mədən bu feili bağlamadır. Zərf deyil. Birdən hoppanmaq. Birdən bu zərfdir. Ucadan gülmək bu da zərfdir. Biri zərfdir. Oxunmadan, madan mədən burada feili bağlamadır. Zərf deyil. Azdan çoxdan. Azdan çoxdan bilirdi. Desəm, bu zaman nə qədər bilirdi? Kəmiyyət zərfi olmuş olacaq. Görər, görməz, armaz. Bu feili bağlamadır. Baxa, baxa, a şəkilçisi feili bağlamadır. Hirslənmədən, mədən feili bağlamadır. Demək, doğru cavabımız oldu B variantı. Hansı cümlədə zərf işlənmişdir? Xəstənin halı birdən-birə dəyişdi. Necə, nə cür? Birdən-birə. Elə A-da zərf var. Bakı bağlarının gözəlliyinə söz yoxdur. Bakı, bağ, isimdir, gözəllik isimdir, söz isimdir, yoxdur, predikativ sözdür, zərf yoxdur. Uşaqlar bağda istirahət edirdilər. İstirahət etmək feildir, uşaq bağ isimdir, zərf yoxdur. Konsertdə qabaq cərgədəki yerlər boş idi. Konsert isim, qabaq cərgə, hansı cərgə? Sifət. Cərgədəki sifət, yer isim, boş sifət. Demək, burada zərf yoxdur. Qonşumuzun kiçik oğlu, qonşu isim, kiçik sifət, oğul isim. Türkiyədə təhsil alır. Türkiyə isimdir, xüsusi isimdir, təhsil almaq da yenə frazemdir. Bu cümlədə zərf yoxdur. Cavabımız oldu A variantı birdən birə. Cümlələrin birində zərf işlənməmişdir. Kamal dərhal ayağa qalxdı. Dərhal zərfdir. Burada var. Mələk təəccüblə qaşlarını çatdı. Təəccüblə nə tərzdə? Zərf var. Uşaq biraz da irəli gəldi. Biraz gəldi, irəli gəldi. Bunlar zərflərdir. Dostlar yanaşı dayanmışlar. Necə, nə cür? Yanaşı zərfdir. Çəmənlər əlvan çiçəklərə bürünmüşdü. Baxın, çəmən isim. Əlvan sifət. Çiçək isim. Bürünmək feil. Bu cümlədə zərf yoxdur. Hansı cümlədə zərf yoxdur? Odla zarafat etmək olmaz bala. Od ilə, od isim, la burada ilə qoşması. Zarafat etmək bu mürəkkəb feildir. Bala xitabdır, isimdir. Bu cümlədə zərf yoxdur. Qoca zorla danışırdı. Zorla zərfdir. Burada var. Uşaq təəccüblə mənə baxırdı. Təəccüblə zərfdir.
Hərbçi ehtiyatla ətrafa diqqət yetirdi. Ehtiyatla zərfdir. Maşın sürətlə şütüyürdü. Sürətlə zərfdir. Yoxdur A variantında. Nümunədə altından xətt çəkilmiş söz morfoloji baxımdan nədir? 10-cu suala baxaq. Mən onu arabir xatırlayıram. Arabir əlbəttə ki, zərf olacaq. Cavab D variantı. Verilmiş cümlələrdə zərfin mənacı hansı növləri işlənməmişdir? Səbuhi tələsi yuxarı mərtəbəyə qalxdı. Tələsi nə tərzdə? Tərz var. Ona görə A, B getdi. Yuxarı mərtəbə yer zərfidir. Avtomatik olaraq C, D getdi. Deməli, yerdə qaldı Y variantı. Kəmiyyət və zaman yoxdur. Verilmiş cümlələrdə zərfin mənacı hansı növləri işlənməmişdir? Hər axşam aşağıdan gələn musiqi səsi ətrafa yayılırdı. Axşam, nə vaxt, nə zaman? Deməli, burada zaman zərfi var. Avtomatik olaraq zaman getdi. Aşağı yer zərfidir. Avtomatik olaraq yerdə çıxıram. Yerdə qaldı B variantı. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Düz yol gedən yorulmaz. Necə yol? Düz sözü yol isminə aid olduğuna görə sifətdir. Elə burada zərf yoxdur. Sən düz danışmadın. Düz danışmaq feilinə aiddir. Zərfdir. Oğlum sözü düz oxu. Düz oxumaq feilinə aiddir. Zərfdir. Ancaq natiq düz deyir. Düz demək feilinə aiddir. Zərfdir. Diqqətli ol. Düz yaz. Yazmaq feilinə aiddir. Zərfdir. Yalnız düz yol. Yol isminə aid olduğuna görə sifət oldu. Hansı cümlədə düz sözü zərf kimi işlənməyib? Mətni yalnız Elçin düz oxuyur. Oxumaq feilinə aiddir. Zərfdir. Düz söz isminə aiddir. Sifətdir. Zərf deyil. Sən həmişə düz danışırsan. Danışmaq feilinə aiddir. Zərfdir. Bugün hamı cavabları düz yazmışdı. Yazmaq feilinə aiddir. Zərfdir. Stolda həmişə düz otururlar. Oturmaq feilinə aiddir. Deməli, burada zərfdir. Cavab B variantı. Hansı cümlədə zərf yoxdur? Bulaq suyundan bir qədər içdim feilinə aiddir. Bir qədər olacaq zərf. İndi dincəlmək olar. İndi zaman zərfidir. Sonra yaylağa gedəcəyik. Sonra zaman zərfidir. Axır ki, tapşırıq yerinə yetirildi. Axır ki, ara söz, tapşırıq yerinə yetirildi. Tapşırıq isim yerinə yetirildi. Frazem, burada zərf yoxdur. Axşam bizə gəlməyi unutma, axşam zərfdir. Cavab D variantı. Birində tərz hərəkət zərfi işlənmişdir. Qanun bəzən qaralırdı, bəzən nə vaxt, nə zaman. Burada zaman zərfi var. İndicə şad xəbər aldıq. Nə vaxt, indi, yenə zaman zərfi var. Nənə biraz sakitləşdim. Nə qədər, biraz. Bu kəmiyyət zərfidir. Tərz deyil. Qatar sürətlə gedirdi. Nə tərzlə gedirdi? Bu tərz hərəkət zərfidir. Bu gün hava isti deyil. Nə vaxt bu gün? Burada zaman zərfi var. Cavab D variantı. Birində tərz hərəkət zərfi işlənmişdir. Yuxarıda kimsə var. Yuxarı yer zərfidir. Xəbər bura çatdı. Bura yer zərfidir. Sonra gələrik xala. Sonra zaman zərfidir. Bayırdan səs eşidildi. Bayır isimdir. Səs eşidildi. Yoxdur burada ümumiyyətlə zərf. Həmişə cəsarətlə vuruşun. Cəsarətlə tərz hərəkət zərfidir. Cavab Y variantı. Biri zərf deyil. Üzbəüz dayanmışam. Göz-gözə dayanmışam. Birbaşa gəlmişəm. Gəzə-gəzə, baxın, gəzinmək feilini artırdı ikisi ə. Mən bunu əgər feili bağlamanın araq ərək şəkilçisi ilə əvəz edə bilirəmsə, gəzərək deyə bilirəmsə, demək burada olacaq feili bağlama. Taybatay açıldı. Məsələn, qapılar taybatay açıldı. Olacaq zərf. Deməli, doğru cavab D-dir. Ümumiyyətlə, bir qaydanı yadda saxlayın. Necə sualına cavab verən mürəkkəb sözlərin mütləq yanına söz artırın. Çünki bu necə sualı eyni zamanda sifət də ola bilər. Baxın, görün, özündən sonra feil gəlirsə, deməli, buradakı necə sualına cavab verən söz zərfdir. Yox, əgər ad gəlirsə, demək ki, olacaq sifət. Məsələn, bax, üzbəüz sözündən sonra nə qoysan, feil olacaq. Üzbəüz dayandıq, üzbəüz oturduq, üzbəüz getdik. Yəni, nə qoysan feil gələcək. Çünki zərfdir, feil tələb eləyir. Göz-gözə eyni zamanda göz-gözə dayandıq, göz-gözə oturduq. Fikir verin, dayanmaq, oturmaq. Yəni, nə qoysaq yenə feil olacaq. Birbaşa gəldim, birbaşa durdum, birbaşa getdim. Görsünüz, yenə feildir. Taybatay açıldı, taybatay qapandı. Feil gəlir. Deməli, bunların hər biri zərfdir. Gəzə-gəzə də izah elədiyim kimi, şəkilçisi feili bağlamadır. Hansı cümlədə zərf yoxdur? Xəlvətcə məşqinə su doldurub şər, dürü kimi saxladı, vermədi xəbər. Xəlvətcə doldurdu. Necə nədir? Burada zərf var. Müəllim təəccüblə uşağa baxdı. Təəccüblə burada zərfdir.
Körpə güclə divardan tuta-tuta yeriyirdi. Güclə yeriyirdi. Nə tərzdə? Güclə zərfdir. Tuta-tuta zərf deyil ha. Tutaraq bu feili bağlamadır. Bunu unutmayın. Mən səni gördükcə gülər, gözlərim gülər. Gördükcə, dıqca dikcə bu feili bağlamadır. Bu nümunədə zərf yoxdur. Əsmər xələ astadan danışırdı. Astadan bu zərfdir. Cavab oldu D variantı. Yaxşı yazmağı, yaxşı yazan müəllifləri oxumaqla öyrənmək olar cümləsindəki yaxşı sözü hansı nitq hissəsidir? Yaxşı yazmaq feilinə aiddir. Burada zərfdir. Yaxşı yazan feilinə aiddir. Zərfdir. Hər ikisində feilə aiddirsə, deməli zərf olacaq. Cavab C variantı. Nöqtələrini yerinə yazıla bilən zərf hansı cümlədə işlənib? Düzəltmə olsun, tərz bildirsin, kökü isim olsun. Onlar dayanmadan işləyirdilər. Dayanmadan, madan bu feili bağlamadır. Zərf deyil. Ona görə A variantı olmaz. Əhməd kişi çox çalışqan adamdır. Çalışqan adamdır. Burada ümumiyyətlə yenə zərf yoxdur. Uşaq şeiri həvəslə söyləyirdi. Həvəs ismindən həvəslə zərfə əmələ gəlib. Kökü isimdir. Tərz bildirir. Buna da uyğundur. Düzəltmədir, uyğundur. Həvəslə oldu cavabımız C variantı. Rüstəm kişi Şirzada çəpəki nəzər saldı. Çəpəki sözü də zərfdir burada. Çəp necə? Sözün kökü sifətdir, isim deyil. Ona görə uyğun gəlmir. Bu hadisə çoxdan olmuşdu. Çoxdan sözünün kökü də çox sayıdır. İsim deyil. Ona görə Y variantı da olmaz. Cavab C variantı. Zərfin feili bağlamaya aid olduğu nümunə. İçəri, girər, girməz. İçəri, zərfdir, girər, girməz, armazla düzəlmiş feili bağlamadır. Elə A variantı doğrudur. Tək-tək oxuyan feili sifətinə aiddir. Feili bağlama deyil. Qəsdən gecikmək, maqmək məsdərə aiddir. Feili bağlama deyil. Ağlaya-ağlaya danışaraq. Ağlaya-ağlaya feili bağlaması, danışaraq feili bağlamasına aiddir. Yəni, burada feili bağlama, feili bağlamaya aiddir. Bu nümunədə zərf yoxdur. Soyuqdan titrəmək. Titrəmək burada məsdərdir. Məsdərə aiddir, feili bağlamaya yox. Ona görə doğru cavabımız A variantı. Dan şəkilçisi hansı cümlədə zərf düzəldən şəkilçi kimi işlənmişdir? Baxın, dan əgər İsmin çıxışlı halıdsa, isim kim, nə, hara suallarına cavab verir. Deməli, ismin çıxışlı halı eyni ilə kimdən, nədən, haradan suallarına cavab verməlidir. Hava qaraldığı üçün bağdan çıxıb evə getdilər. Bax, haradan, bağdan, deməli, bu çıxışlı haldır, zərf deyil. Birdən sonra gələn rəqəm cütdür. Birdən sonra gələn, nədən sonra gələn birdən, burada söhbət bir sayından gedir. Deməli, nədən sualına cavab verəcək? Bu çıxışlı haldır. Qəfildən gələn qonaqlar üçün süfrə açıldı. Necə nə cür gələn? Qəfildən. Burada necə nə cür sualına cavab verir. Deməli, bu zərfdir. Səndən çox nigaranam. Kimdən? Bax, deməli, bu çıxışlı haldır. Güldan niyə sınıb? Nə Güldan? Burada gül ismindən Güldan ismi əmələ gəlib. Burada ümumiyyətlə isimdən isim düzəldən dan var. Y uyğun deyil. Doğru cavabımız olacaq qəfildənə görə C variantı. Davam edirik növbəti sualdan. Hansı cümlənin xəbəri yer zərfi ilə ifadə olunmuşdur? Ən böyük gözəllik bizim kənddədir. Kənd isimdir burada. Universitetin bir filialda Sumqayıtdadır. Sumqayıt isimdir. Şagirdlərin bir qismi oradaydı. Ora yer zərfidir. Doğrudur. Azərbaycan bütün Azərbaycanlıların vətənidir. Vətən isimdir. Burada hətta xəbər Azərbaycanlıların vətənidir. Yəni söz birləşməsi ilə ifadə olunur. Vətən ismi ilə yox, söz birləşməsi ilə ifadə olunur. Sadıq əslən Təbrizdəndir. Təbriz isimdir. Biz bilməliyik ki, hara sualına cavab verən söz nitq hissəsinə görə isim də ola bilər, zərf də ola bilər. Onu fərqləndirmək üçün konkret olaraq ifadəyə baxmalıyıq. Məsələn, deyir kənddədir. Kəndin biz har olduğunu dəqiq bilirik. Bu isimdir. Və ya Sumqayıtın, Təbrizin har olduğunu bilirik. Bunlar xüsusi isimlərdir. Ona görə buna yer zərfi demək olmaz. Amma deyir, şagirdlərin bir qismi oradaydı. Oranın har olduğu dəqiq bilinmir. Demək, bu yer zərfidir. Azərbaycanlıların vətəni söz birləşməsi ilə ifadə olundu. Deməli, burada doğru cavabımız olacaq C variantı. Hansı düzəltmə zərflər sifətdən yaranmışdır? Yavaşdan, sevincək, aralıqda. Yavaş, yavaşdan, sevincək, sevinməkdən, sevincək. Burada artıq feildən yarandı. Sevincək olmaz. A getdi. Çəpəki, çəp sifətindən çəpəki. İgid sifətindən igidcəsinə, hilə ismindən hiləgər, hiləgərcəsinə. Baxın, hiləgərcəsinə zərfi hiləgər sifətindən yaranıb. İgidcəsinə zərfi igid sifətindən yaranıb. Çəpəki zərfi çəp sifətindən yaranıb. Cavab B variantı.
Sadəcə hiyləgərcəsində sözün kökünü hiylə götürüb isim deyə bilərsiniz. Kök isimdir. Kök isimdir. Amma isimdən yaranmayıb. Hiyləgərcəsinə sözü hiyləgər sözündən yaranıb. Hiylədən yox. Yəni A variantı tamamilə doğru cavabdır. Hərarətlə hərarət ismindən yaranıb. Elə C bəndə buna görə olmaz. Diqqətlə diqqət ismindən, heyrətlə heyrət ismindən. Burada hər biri isimdən yaranıb. Hərdən hər əvəzliyindən yaranıb. Birdən bir sayından, çoxdan çox sayından. Deməli C bəndə uyğun deyil. Gündə gün ismindən, ayda ay ismindən, ildə il ismindən. Bu da uyğun deyil. Cavab B variantı olacaq. 26. Zərfin məna və quruluş növlərini nəzərə almaqla soldan sağa cədvəli tamamlayın. Təkrar, xeyli. Baxın, təkrar bu tərz bildirir. Buraya yazıram, tərz. At üstü tərz bildirir. Hələ ki növlərini yazıram. Gündə nə vaxt, nə zaman? Zaman bildirir. Amban zaman bildirir. Xeyli kəmiyyət bildirir. Dəfələrlə kəmiyyət bildirir. İndi üstdən aşağı baxıram. Tərz, tərz. Deməli, burada nə olmalıdır? Tərz olmalıdır. Zaman, zaman. Burada nə olmalıdır? Zaman olmalıdır. Kəmiyyət, kəmiyyət. Burada nə olmalıdır? Kəmiyyət olmalıdır. İndi quruluşlara baxıram. Təkrarın quruluşu sadədir. Atüstün quruluşu mürəkkəbdir. Deməli, ortada nə olmalıdır? Düzəltmə. Gündənin quruluşu düzəltmədir. Ambanın quruluşu mürəkkəbdir. Deməli, burada nə olmalıdır? Sadə olmalıdır. Xeyli sadə, dəfələrlə düzəltmə, dəfə sözündən dəfələrlə. Deməli, burada nə olmalıdır? Mürəkkəb olmalıdır. Yəni, mənim ilk sözüm qısa olaraq tərz olmalıdır və düzəltmə olmalıdır. Yəni, düzəltmə, tərz hərəkət zərfi. İkinci sözüm zaman zərfi olmalıdır və sadə olmalıdır. Sadə, zaman. Üçüncü sözüm isə kəmiyyət zərfi olmalıdır və mürəkkəb olmalıdır. Mürəkkəb, kəmiyyət. Gəlin indi bunu düzqoş eləyək. Düzəltmə sözlə başlayıram bir də. Asta sadədir. Bir A getdi. Türkcə düzəltmədir. Düzəltmə tərz. Uyğun gəlirmi? Bəli, gəlir. Sırağa gün 2-də sadə zaman olmalıdır. Sadədir sırağa gün. Bəli, zamandır. Uyğun gəlir. 3-dən mürəkkəb kəmiyyət olmalıdır. 1-ə 5 artdı. Nə qədər artdı? Mürəkkəbdir və kəmiyyətdir. Deməli, B bəndə sırayla uyğun gəlir. C-yə baxıram. Cismən, necə, nə cür cismən. Bu düzəltmə tərzə uyğun gəlir. Bildir, sadədir, zamandır. Sadə zamana uyğun gəlir. Addım başı, necə, nə cür? Addım başı. Bu mürəkkəb, kəmiyyət yox, mürəkkəb tərzdir. Addım başı uyğun gəlmədi. İrəli. İrəli sadə yer zərfidir. Bir də amma düzəltmə tərz olmalıydı. Avtomatik olaraq D getdi. Ara bir də mürəkkəbdir. Bizə birinci sözdə düzəltmə lazım idi. Ona görə ara bir də getdi. Cavabımız oldu B variantı. Hansı cümlələrdə zərfin iki müxtəlif məna növü işlənmişdir? Hamı yenə maraqla ona baxırdı. Yenə zaman zərfi, maraqla hərəkət zərfi. Burada ikisi var. Uyğun gəlir. Dodaqları kobud şəkildə irəliyə doğru uzanmışdı. İrəli zərfdir. Bir dənə zərf var burada, yer zərfi uyğun deyil. O yaxşı şahmat oynayır. Həmişə də qalib gələrdi. Bu cümləyə fikir versəz, yaxşı şahmat desəm, nə şahmat, necə şahmat, yaxşı şahmat. Yaxşı şahmat nə deməkdir? Belə bir ifadə var? Yox. Yəni o şahmatı yaxşı oynayır demək istəyir cümlədə. Sadəcə inversiya var. O şahmatı yaxşı oynayır. Cümlə belə olmalıdır. Yəni yaxşı sözü oynamaq feilinə aiddir. Deməli zərfdir. Həmişə bu da yenə zərfdir. Zaman zərfi deməli 3 uyğundur. Gülarənin dodaqları xəfifcə tərpənir. Xəfif zərfdir. Ürəyi sürətlə dönülürdü. Sürətlə zərfdir. Burada xəfif tərz hərəkətdir. Sürətlə tərz hərəkətdir. İki müxtəlif məna növü yoxdur. 2 dənə zərf var, amma müxtəlif məna növü deyil. Eyni məna növünə aiddir. Ona görə 4 uyğun deyil. O cavab vermədən sakitcə uzaqlaşdı. Vermədən, madam-mədən bu feili bağlamadır, zərf deyil. Burada bir dənə zərf sakitcədir. O uyğun deyil, ona görə 2 dənə istəyir bizdən. Cavabımız 1-3, Y variantı. Verilmiş cümlədə işlənmiş zərflərlə bağlı doğru fikirləri müəyyən edin. Uşaq bizi diqqətlə dinləyir. Diqqətlə bir zərf. Hərdən kədərli gözlərini qıyaraq yuxarıya baxırdı. Deməli, diqqətlə hərdən yuxarıya. Qıyaraq bu feili bağlamadır. Zərf deyil. Zərfin 3 müxtəlif məna növünə aid nümunə var. Tərzi hərəkət, zaman və yer. Bu doğru fikirdir. Zaman və yer zərfinin quruluş növü eynidir. Zaman zərfi hərdən, bu düzəltmədir.
Yer zərfi yuxarı sadədir. Deməli, eynidir. Fikri səhvdir. Hərəkətin tərzini bildirən zərf qurulucu düzəltmədir. Diqqətlə, bəli, diqqət ismindən diqqətlə əmələ gəlib. Bütün zərflər təsriflənməyən feillərə aiddir. Diqqətlə dinləyir. Dinləyir xəbər şəklində olan təsriflənən feildir. Elə bu fikir səhvdir. Yer zərfi hal çəkiltisi qəbul etmişdir. Yuxarıya yönlük haldır. Doğru fikirdir. Deməli, 1, 3, 5 cavabımız oldu D variantı. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Qızbəs xalanın üzünə indi mən daha diqqətlə baxa bilirdim. 2 dənə zərf var. İndi diqqətlə. Bu gün gələndə gördüm ki, el tamamilə köçüb, yuhurdu, qalıb. Burada da bu gün və tamamilə zərfləri var. Birinci cümlə ilə bağlı doğru fikirdir. Hərəkətin tərzini bildirən zərf quruluşca düzəltmədir. Tərzini diqqətlə, bu doğru fikirdir. Zaman zərfi sadədir, indi. Və təsriflənməyən feili izah edir. İndi diqqətlə baxa bilirdim, indi baxa bilirdim. Təsriflənməyən yox, təsriflənən feilə aiddir. Bu yanlışdır. İkinci cümlə ilə bağlı. Mürəkkəb zərf hərəkətin baş verdiyi zamanı bildirir. Mürəkkəb zərf bu gün, bəli, zaman zərfidir, doğrudur. Quruluşuna görə sadə olan kəmiyyət zərfi tamamilə sözü quruluşsa sadə yox, düzəltmədir. Tamam, tamamilə. Ona görə bu yanlış fikirdir. Demək ki, baxın, birinci cümlə ilə bağlı doğru fikir dediyinə görə qarşısında üstəgəl qoyduğum 1-i götürürəm. İkinci cümlə ilə bağlı yanlışı dediyinə görə çıx qoyduğum 4-ü götürürəm. 1, 4 düzgün cavabımız olacaq 29-da B variantı. 30. Hansı cümlələrdə zərf var? Ancaq feili izah etmir. Tədbirdə xeyli qonaq dəvət olunmuşdur. Burada tədbir isim, xeyli say, qonaq isim, dəvət olunmaq feildir. Burada zərf yoxdur. Ailəmiz dünən Laçındaydı. Nə vaxt, nə zaman? Dünən. Dünən Laçındaydı. Bəli, zərf var, amma cümlədə feil yoxdur. 2 uyğun gəlir. O sizdən əvvəl çempiondur. Sizdən əvvəl sözü dandan çıxışlıq halına qoşulduğuna görə qoşmadır. Bu cümlədə zərf yoxdur. Dünənki oyun da maraqlı idi. Dünənki çığ-çığ ilə əmələ gəlmiş sifətdir. Bu cümlədə yenə də zərf yoxdur. Məşq zalı hələ irəlidədir. Hələ zərfdir, irəli zərfdir. Burada zərf zərfə aiddir. 5-i götürürük çünki zərf feilə yox, zərfin özünə aiddir. İçəri yenə olduqca istidir. İçəri istidir. Zərf sifətə aiddir. 5-i və 6-nı uyğun variant kimi götürürük sırayla. Cavabımız oldu 2, 5, 6 düzgün cavab Y variantı. Davam edirik növbəti sualdan. Hansı sözlər nöqtələrin yerində işlənə bildikdə biri zərf olmaqla müxtəlif nitqsələri olar? Əsər oxundu. Yaxşı əsər desəm sifət, yaxşı oxundu desəm zərf. Bir uyğundur. Elə əsər, elə sözü ümumiyyətlə nə sifət ola bilməz, nə zərf ola bilməz. Sifət və zərfin yerində işlənən əvəzlikdir. Çox əsər, çox oxundu. Bəli, çox əsər desəm bu say olacaq. Çox oxundu desəm zərf olacaq. Yəni biri zərf, biri digər nitq hissəsi. 3 uyğundur. Xeyli əsər desəm say olacaq. Xeyli oxundu desəm zərf olacaq. Eyni elə çox sözündə olduğu kimi uyğundur. Bədii əsər, bədii oxundu zərfi olmaz. Bədii sifət olur. Deməli 1, 3, 4 uyğun gələn variantlarımızdır. Zərfin bütün məna növlərinə aid nümunələrinin olduğu cümlələri müəyyən edin. Baxaq. Dünən orada kitablardan həvəslə xeyli istifadə etdim. Dünən zaman zərfi, ora yer zərfi, həvəslə tərz hərəkət zərfi, xeyli kəmiyyət zərfi. Hamısı var. Orada dünən xeyli kitabdan həvəslə istifadə etdim. Ora yer zərfi, dünən zaman zərfi, xeyli kitaba aiddir bu dəfə. Burada xeyli istifadə etmək feilinə aiddir, mürəkkəb feilinə zərfdir. Amma burada xeyli kitaba aid olduğuna görə zərf deyil, saydır. Həvəslə tərz hərəkət zərfi, bax bu cümlədə kəmiyyət zərfi yoxdur. Burada hava qaralanda temperatur qəflətən xeyli dəyişdi. Bura yer zərfi, qəflətən tərz hərəkət zərfi, xeyli kəmiyyət zərfi, amma zaman zərfi yoxdur. Hava qaralanda nə vaxt, nə zaman sualına cavab verir, amma hava isim qaralanda feili bağlamadır. Zaman zərfi yoxdur. İndi irəlidə, səhərdə, axşamda istədiyimiz qədər rahat dincələ bilərik. İndi zaman zərfi, irəli yer zərfi, səhər, axşam bunlar yenə zaman zərfləridir. İstədiyimiz qədər rahat tərz hərəkət zərfi. Yəni zaman var, yer var, tərz var, amma kəmiyyət yoxdur. Səhər irəlidə rahat-rahat bir qədər dincələrik. Səhər zaman zərfi, irəli yer zərfi, rahat-rahat tərz hərəkət zərfi, bir qədər kəmiyyət zərfi. Burada hamısı var.
Deməli, hamısı oldu 1-də və 5-də. 33. Götür qoy etdikdən sonra dostlarımla mən dediklərinizə inandıq. Cümləsinin tərkibindən hansı söz çıxarılsa, cümlədə zərf də olar. Götür qoy etdikdən sonra dostlarımla mən dediklərinizə inandıq. Bu nümunədə götür qoy eləmək, götür qoy etmək mürəkkəb feildir və bu mürəkkəb feillə dan-dən şəkilçisi ilə sonra qoşması əmələ gəlib. Sonra işlənən cümlədə əgər çıxışlı xal olmasa özündən əvvəl, yəni götür-qoy etdikdən ifadəsi olmasa, sonra dostlarımla mən dediklərinizə inandıq. Cümlə bu formada olsaydı, sonra zaman zərfi olardı. Ona görə doğru cavabımız olacaq birinci cümlə çıxdığı zaman. 1. 34-cü sualdan davam edirik. Deyir, cümlə əsasında düzgün fikirləri müəyyən edin. Axşam qapı birdən taybatay açıldı, bayırdakılar iki-iki cəld içəri daxil oldular. Axşam zaman zərfi, birdən tərz hərəkət zərfi, taybatay tərz hərəkət zərfi. 2-2 daxil oldular. Nə tərzdə? Tərz hərəkət zərfi, cəld tərz hərəkət zərfi, içəri yer zərfi. Zərfin bütün məna növlərinə aid nümunədən istifadə olunub. Burada kəmiyyət zərfi yox idi. Zaman zərfi var, tərz var, yer var, amma kəmiyyət zərfi yoxdur. Bir yanlışdır. Düzəltmə sözlərdən birinin kökü zərfdir. Deməli, bir sözü bir sayından birdən zərf yaranıb, kök bir sayıdır. Bayırdakılar düzəltmə sifətidir, kökü bayır ismidir. Açıldı, açmaqdan açılmaq kökü feildir. Yəni, burada kökü zərf olan düzəltmə söz yoxdur. Zərflərdən biri feili xəbərə aiddir. Axşam açıldı. Baxın, axşam açıldıya aiddir. Birdən açıldı, taybatay açıldı. 2-2 daxil oldular. Cəld daxil oldular. İçəri daxil oldular. Hamısı feili xəbərə aiddir. Feili xəbərə aid olmayan yoxdur. Zərfin bir məna növünə aid olduğu quruluşca 3 müxtəlif zərf var. Deməli, burada cəld daxil oldular. Tərz hərəkət zərfi sadə. Birdən açıldı. Birdən düzəltmə tərz hərəkət zərfi. Daha sonra 2-2 və ya taybatay bunlarda mürəkkəb tərz hərəkət zərflərdir. Hər birinə aid nümunə var. 4 düzdür. Yerinə görə isimlə amonim ola bilən zərfdən istifadə edilməyib. İsimlə amonim ola bilən zərf, axşam ismi ilə axşam zərfini amonim götürmək olar. Burada istifadə edilməyib dediyinə görə bu yanlış fikirdir. Burada bir dənə doğru fikrimiz olacaq, 4-cü fikir. Və burada doğru cavab yoxdur. Bu sualda problem var. Davam edirik 35-ci sualdan. Nöqtələrin yerinə yazıla biləcək zərf hansı cümlədə işlənib? Feyli aid olsun, tərz bildirsin, kökü sifət olsun. 3 dənə şərt verir bizə. Gəlin baxaq. Əhməd kişi çox çalışqan adamdır. Burada ümumiyyətlə zərf yoxdur. Rüstəm kişi bizə mehribancasına nəzər saldı. Mehribancasına zərfdir. Kökü mehriban sifətdir. Mehribancasına tərz bildirir. Mehribancasına nəzər salmaq feilinə aiddir. Deməli, feili aiddir. Hər 3 şərtimizi ödəyir. B variantı doğru fikir olacaq. Uşaq başına gələnləri həvəslə danışırdı. Həvəslə burada zərfdir. Həvəs ismindən həvəslə yaranıb. Kökü deyir ki, sifətdir, amma bu yanlışdır. Kökü həvəs ismidir, uyğun deyil. Onlar axşamacan işləyirdilər. Axşama qədər, sadə sözdür, axşam zaman zərfi, can burada qoşmadır. Düzəltmə deyil, ona görə D variantını götürə bilmirəm. Bu hadisə çoxdan olmuşdur. Nə vaxt, nə zaman, çoxdan. Sözün kökü çox sayıdır, sifət deyil, uyğun deyil. Demək cavabımız B variantıdır. Davam edirik növbəti sualdan. Verilmiş cümlələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Sonra o, dinməyici otağı tərk etdi. Zərflər cümlənin baş üzvünü izah etmişdir. Tərk etdi kim? O. Nə vaxt, nə zaman? Sonra. Zaman zərfi sonra tərk etdiyə yox, sonra oya yox, tərk etdiyə aiddir. Yəni, baş üzvə aiddir zərf. Dinməzcə tərk etdi. Bu da baş üzvə aiddir. Yəni, 2 dənə zərfim var, sonra və dinməzcə. Hər ikisi tərk etdi feilinə aiddir. Bu feildə cümlənin xəbəridir, baş üzvüdür. Deməli, birinci fikrimiz tamamilə doğrudur. Zərfin 2 müxtəlif məna növü işlənmişdir. Sonra zaman zərfidir. Dinməzcə necə nə cür tərz hərəkət zərfidir. Deməli, bu da doğru fikirdir. Mən indi həmin pöhrələrə sevə-sevə qulluq edir, onları yaxşı qoruyuram. Zaman zərfi təsriflənməyən, tərz hərəkət zərfi təsriflənən feilə aiddir. Burada zərflərə baxaq əvvəlcə. İndi zaman zərfi var. Onları yaxşı qoruyuram. Yaxşı tərz hərəkət zərfi var.
Burada sevə-sevə feili bağlamadır. İndi qulluq edirəm. Zaman zərfi qulluq edirəm təsriflənməyən yox, təsriflənən feilinə aiddir. Bu yanlışdır. Çünki qulluq edir, təsriflənən feildir. İndi sevə-sevəyə aid deyil, qulluq edirə aiddir. Yəni indi qulluq edirəm. Yaxşı qoruyuram, indi qulluq edirəm. Hər ikisi təsriflənən feilə aiddir. Səhv fikir. Zərflər quruluşca sadədir. İndi sadədir, yaxşı sadədir. Deməli, 4-cü fikrimiz doğrudur. Axşamüstü çobanlar sürüləri örüşdən geri gətirdilər. Axşamüstü zaman zərfi mürəkkəbdir, geri yer zərfidir. Mürəkkəb və sadə zərf işlənmişdir, doğrudur. Zərflərdən biri cümlənin zərfliyidir. Axşamüstü çobanlar sürüləri örüşdən geri gətirdilər. Nə etdilər? Gətirdilər. Kim? Çobanlar. Nə vaxt, nə zaman axşamüstü? Hara? Geri. Zərflərdən biri yox, hər ikisi cümlənin zərfliyidir. Bu fikir yanlışdır. Deməli, 1, 2, 4, 5 bizim doğrunu istəyirsə, bəli, doğru fikirlərimizdir. Cavab A variantı. 37. Verilmiş cümlə ilə bağlı yanlış fikirlər istəyir. O cəld dizləri üstə qalxıb əlini gözünün üstündə tutaraq diqqətlə irəliyə baxmağa başladı. Cəld tərz hərəkət zərfi var. Daha sonra diqqətlə tərz hərəkət zərfi, irəli yer zərfi var. 3 dənə zərf var. Zərfin 3 müxtəlif məna növü var. 3 müxtəlif deyil, 2 müxtəlifdir. Tərz hərəkət və yer zərfi var. Deməli, bu yanlış fikirdir. Quruluşca düzəltmə olan zərf cümlənin xəbərini izah edir. Quruluşca düzəltmə olan zərf diqqətlədir. Diqqətlə baxmağa başladı. Doğru fikirdir bu. Zərflərin hər biri müstəqil cümlə üzvüdür. Cəld dizləri üstə qalxıb. Baxın, cəld qalxıb feili bağlamasına aiddirsə, deməli müstəqil cümlə üzvü deyil. Ona görə bu yanlış fikirdir. Zərflərin hamısı şəxsə və kəmiyyətə görə dəyişə bilən feilə aiddir. Bu da yanlış fikirdir. Çünki cəld qalxıb feili bağlamasına aiddir. Feili bağlama da şəxsə və kəmiyyətə görə dəyişə bilmir. Quruluşca sadə olan zərflər müxtəlif məna növündədir. Cəld sadədir, tərz hərəkət zərfidir. Diqqətlə düzəltmədir. İrəli sadədir, yer zərfidir. Yəni, quruluşca sadə olan zərflər müxtəlif məna növündədir. Biri tərz hərəkət zərfidir, digəri yer zərfidir. Deməli, burada 2 ilə 5 doğrudur, 1, 3, 4 yanlışdır. Yanlışlarımız oldu Y variantında. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Zərfin 2 müxtəlif məna növünə aid nümunə işlənmişdir. Zərfin quruluşsa 2 müxtəlif məna növünə aid. Baxaq, o yenə ocağa odun qoyub onu daha bərk alovlandırdı. Yenə zaman zərfi onu daha bərk alovlandırdı. Bərk alovlandırdı. Nə tərzdə? Tərz hərəkət zərfi. Yəni, burada 2 müxtəlif məna növü var. 1 uyğun gəlir. Daha sonra xeyli oturub dincəldikdən sonra xeyli kəmiyyət zərfidir. Dincəldikdən sonra, dan dəndən sonra gələn sonra qoşmadır. Yəni bu zərf deyil. Xeyli var, sonra qoşmadır. Axşam yola davam etdik. Axşam da zaman zərfidir. Xeyli və axşam 2 dənə zərf var, uyğundur. Ovçu piri əvvəl şəhərliyə, sonra da əldən çıxmış sürüyə baxdı. Əvvəl zaman zərfi, sonra zaman zərfi. Burada 2 dənə zaman zərfi var. 2 müxtəlif məna növü deyil, 1 müxtəlif. Yəni bir dənə məna növü var. Sonra zərfin quruluşca 2 müxtəlif növü. Cəfər yürüyüb bərk yatmış Nadiri qəfildən oyatdı. Bərk yatmış sadə zərfdir. Qəfildən düzəltmə zərfdir. 4 uyğun gəlir. O hərdən başını qaldırıb, hərdən düzəltmə zərfdir. Cəldin üzünə baxır, sonra sadə zərfdir. Nədənsə fikrə gedirdi. 5 uyğundur. Kişi qəfildən ayaq saxladı. Qəfildən düzəltmədir. Yoldaşını diqqətlə düzəltmədir. Nəzərdən keçirdi. Burada ikisi də düzəltmədir. 6 uyğun deyil. Deməli, düzlər oldu 1, 2, 4, 5. 38-də cavab C variantı olacaq. 39. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. İçəridən balaca uşaqlar çıxıb maraqla mənə baxır və bir-birinə nəsə pıçıldayıb xısın-xısın gülürdülər. Kəmiyyət və zaman zərfi işlənməmişdir. İçəri yer zərfi var, maraqla xısın-xısın. Kəmiyyət və zaman yoxdur. Bu doğru fikirdir. Zərfin quruluşca hər 3 növünə aid nümunə var. İçəri sadə, maraqla düzəltmə, xısın-xısın mürəkkəb. Doğrudur. Tərz hərəkət zərflərindən biri keçmiş zamanda olan feili izah edir. Deməli, xısın-xısın gülür, indiki zamandır. Maraqla baxır, indiki zamandır. Hər ikisi indiki zamandır. Səhvdir bu. Düzəltmə və mürəkkəb zərflər müxtəlif məna növündədir. Düzəltmə və mürəkkəb zərflər eyni məna növündədir. İkisi tərz hərəkətdir. Səhvdir bu. Hərəkətin yerini bildirən zərf təsriflənməyən feilə aiddir. İçəridən balaca uşaqlar çıxıb mənə baxır. İçəridən çıxıb ıb feili bağlamasına aiddir. Bu doğru fikirdir. Deməli, doğru durun altında
Üstə gəl qoyduqlarım 1, 2. Yanlışdırın altına çıx qoyduğum 4. Doğru cavabdır. 1, 2, 4, 39 olacaq A variantı. 40. Verilmiş cümlələrə əsasən Eyler-Venn diaqramındakı doğru fikirlər. Qocanın üzü birdən-birə sevinclə parladı. Birdən-birə sevinclə. Hava tamamilə qaralsa da uşaqlar hələ gəlib çıxmamışdır. Quruluşuna görə mürəkkəb olan zaman zərfi işlənmişdir. Mürəkkəb zaman zərfi. Yoxdur burada. Birdən-birə nə tərzdə sualına cavab verən tərz hərəkət zərfdir. Başqa mürəkkəb yoxdur. Bir heç birinə uyğun deyil. Düzəltmə zərf hərəkətin tərzini bildirir. Düzəltmə zərf sevinclə. Nə tərzdə parladı? Sevinclə. Daha sonra bu B-dəki düzəltmə zərf kəmiyyət bildirir. Ona görə də 2-dəki düzəltmə zərfin tərz hərəkət bildirməsi tamamilə doğru fikirdir. Zərflərin quruluşca növləri fərqlidir. Bu ortaq deyil. Quruluşca növləri birdən-birə mürəkkəbdir. Sevinclə düzəltmə. Tamamilə düzəltmədir, hələ sadə. Yəni 3 doğru fikirdir. Yeri də doğrudur. 2 ilə 3 hələ ki düzdür. Müxtəlif məna növlərində olan zərflər işlənmişdir. Müxtəlif məna növlərində birdən-birə və sevinclə bunlar ikisi tərz hərəkətdir, müxtəlif deyil. Kəmiyyət zərfi şərt şəklində olan feili izah edir. Kəmiyyət zərfi burada tamamilədir. Tamamilə qaralsa. Şərt şəklində olan feili izah edir. Tamamilə doğru fikirdir. Bəli, tamamilə qaralsaya aiddir. Qaralsa da şərt şəklində olan feildir. 5 uyğundur. Quruluşca sadə olan zərf tərz hərəkət zərfi işlənmişdir. Tərz hərəkət zərfi işlənməmişdir. Çünki sadə olan hələ zərfi zaman zərfidir. Ona görə 6 yanlışdır. Deməli 2, 3, 5 burada doğru fikrimiz olacaq D variantı. 41-ə deyir ki, verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uşaq şirin-şirin yuxulayır, balaca və gözəl dodaqları arabir gülürdü. Şirin-şirin və arabir. Zərflərin həm quruluşca, həm də mənaca növləri fərqlidir. Şirin-şirin quruluşca mürəkkəbdir, arabir mürəkkəbdir. Bu ona görə yanlışdır. Həm hərəkətin tərzini, həm də zamanını bildirən zərf işlənmişdir. Şirin-şirin yuxulayır. Nə tərzdə? Arabir gülümsüyür, nə zaman? Biri zamandır, biri tərzdir. Ona görə doğru fikirdir. Zərflərin hər ikisi indiki zamanda olan feili izah edir. Şirin-şirin yuxulayır, indiki zamandır. Arabir gülümsəyir, indiki zamandır. Doğrudur. Tərz hərəkət zərfi quruluşsa, mürəkkəb zaman zərfi sadədir. Yox, hər ikisi mürəkkəbdir. Bu yanlışdır. Deməli, doğrudur dediyində üstə gəl qoyduğum 2, yanlışdır dediyində çıx qoyduğum 4. 2, 4 doğru cavab A variantı. Davam edirik 42-ci sualdan. Verilmiş cümlələrlə bağlı müqayisə cədvəlindəki doğru fikirlər. Dedilər ki, çox işləmisən. Get biraz, dincəl. Biraz və çox. Zərflər xəbər şəklində olan feilləri izah eləyir. Fikir versəz, deməli 1, 2 var. Digər cümlədə 3, 4 var. Bir də 5 var. 5 ikisinin ortağıdır. Bu Eyler-Venn diaqramının düzbucaq formasıdır. Ona görə biri aid elədiyim fikri digər cümlə ilə yoxlamalıyam. Gəlin bir yerə tətbiq eləyək. Deməli, çoxla biraz zərflərdir. Digər cümləni oxuyaq. Yanındakı oğlanı dərhal tanıdım və biz dostiyana salamlaşdıq. Zərflər xəbər şəklində olan feilləri izah edir. Çox işləmisən, biraz dincəl. Xəbər şəklində deyil, çünki dincəl əmr şəklidir. Mən dincəlim, sən dincəl. Ona görə bir səhvdir. Zərflər hərəkətin kəmiyyətini bildirir. Çox işləmisən, biraz dincəl. Bu doğrudur. Bu hissəyə görə. İndi burayla yoxlayıram. Dərhal tanıdım, dostiyana. Burada kəmiyyətini ifadə eləmir. Ona görə 2 fikir olaraq da, yazıldığı yer olaraq da doğrudur. Zaman və tərz hərəkət zərfi işlənmişdir. Dərhal dostiyana. Bu doğru fikirdir. Digər cümlədə zaman və tərz yoxdur. Kəmiyyət zərfidir. Ona görə 3 yeri də fikirdə doğrudur. Zərflərin quruluşca növləri eynidir. Dərhal sadədir, dostiyana düzəltmədir. Ona görə bu fikir yanlışdır. Quruluşca sadə olan zərf var. Burada dərhal var, digərində isə çox var. Ona görə doğru fikirdir bu. Yəni 2, 3, 5 düzgün cavabımız olacaq. 42-də C variantı. 43. Hansı sözlər zərfdir? Ora-bura zərfdir. Yer zərfi sinifdən sinifə zərf deyil. Yan-yana oturmuş, yana-yana. Yox, yan-yana deyil, yana-yanadır. Yanmaq feilindən yana-yana desəm, bu feili bağlama olur. Ona görə uyğun deyil. Ara-sıra. Ara-sıranı biz zərf götürə bilərik. Ara-sıra yorulurdu. İçin-için ağlayırdı. Bunu da zərf demək olar. Gedər gəlməz bu zərf deyil. Deməli, burada 1, 4 və 5-i zərf götürmək olar. Nömrələnmiş hansı sözlər zərfdir? Yağışdan əvvəl, baxın, dan-dən çıxışlıq hallarından sonra işlənən əvvəl sözü qoşmadır. Bu zərf deyil. Dəniz isimdir.
Hava sakit görünürdü. Sakit necə sualına cavab verir və özündən sonra görünmək feili gəlir. Deməli, bu zərfdir. 3-ü götürürəm. Sabir şəhərə gələndə, anda əndə bu feili bağlamadır. Xeyli danışardı. Xeyli danışmaq feilinə aiddir. Deməli, bu kəmiyyət zərfidir. 5. Kənddən qaydanda, kənd isimdir. Yolun kənarındakı təzə evlərə diqqətlə baxardım. Diqqət ismindən diqqətlə. Nə tərzdə? Tərz hərəkət zərf əmələ gəlib? Deməli, 7-də zərfdir. Doğru cavabımız 3, 5, 7 olacaq. Bu da zərf bölməsinin sonuncu sualı idi, dəyərli izləyicilər. Siz də kanala abunə olaraq paylaşılan videolardan, paylaşılan suallardan müntəzəm olaraq məlumatlana bilərsiniz. Eyni zamanda bu toplu izahlarını mən bir list kimi yığmışam YouTube-da. Həmin listi də öz WhatsApp qruplarınızda, sinif yoldaşlarınızla, müəllim heyətində paylaşa bilərsiniz. Sağ olun, kanala abunə olmağı unutmayın.